Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlərimiz. 9 mart 2026-cı ildə 11-ci sinif şagirdləri üçün təşkil olunacaq buraxılış imtahanına dəstək üçün 2 mart 2025-ci ildə təşkil olunmuş 11-ci siniflər üçün buraxılış imtahan riyaziyyat suallarının izahlarına baxırıq. Deməli, ilk sualımız belədir. Mərkəzi O nöqtəsində olan çevrənin AB vətəri AC diametri çəkilib və AB AC-nin yarısına bərabərdir. Demək ki, bu R və R olduğu halda AB də R-ə bərabərdir. C ilə B-ni birləşdirsə, bilirik ki, diametri sökəndiyinə görə 90 dərəcəli bucaq əmələ gətirir. Və katet əgər hipotenuzun yarısıdırsa, demək ki, 30 dərəcəli bucağın qarşısında durur. Bizdən istədiyi nədir? BAO-nun qiymətini tapmaqdır, yəni digər iti bucağı tapmaqdır. O da bizə 60 dərəcəni verir. 4-2i kompleks ədədinə qoşma olan ədədi tapın deyir. Sözsüz ki, 4 plus 2i ifadəsi olacaq. Doğru cavab C variantıdır. Bizdən verilən trigonometrik tənliyin həllini soruşur. Deməli, bu ifadə 2 sinus x minus 1 kvadratı bərabər 0 tənliyidir. Və bu ifadəni sadələşdirsək, 2 sinus x minus 1 elə özü 0-a bərabər olur ki, sinus x bərabər olur 2-də 1-ə. Sinus x 2-də 1-ə bərabər olduqda köklərinizi tapırıq. X bərabər olur. Mənfi 1 üzəri k vurulsun. Arcsinus 2-də 1 o bizə pi böl 6-nı verir. Üzərinə əlavə edirik. Sinusun dövrü o da pi k-dır. K-nın da qiyməti sözsüz ki, tam ədədlərdən ibarət olur. Doğru cavabımız D variantı. İfadəsini sadələşdirin deyir. Birinci 5-in kvadratını yazmalıyıq 25. Sonra 6-nın kvadratı 36. Y kubun da kvadratı y üstü 6 olacaq. Doğru cavabımız A variantı olur. Növbəti sualımız. Müstəvi üzərində olmayan M nöqtəsində müstəviyə MK, ME mailləri çəkilmişdir. Digərləri perpendikulyardır. MKN 30 dərəcə verib MK-nı 6 qeyd edir və bizdən istədiyi NE-nin uzunluğudur. Daha doğrusu NE 2 olduğu halda ME-nin uzunluğudur. Bura bir X yazaq. Edəcəyimiz nədir? 30 dərəcəli bucağın qarşısındakı MN katetin qiyməti 6-nın yarısıdır. 3-ə bərabərdir. MNE düz bucaqlı üst bucağında hipotenuzun qiyməti də kök altında katetlərin kvadratlara cəmidir. 3-ün kvadratı 9, 2-nin kvadratı 4. Toplasaq kök altda 13. E variantı. Düstur ilə verilmiş arıcılığın 5-ci həddini tapın. Yəni, E-nin yerinə 5 yazaraq hesablamaq lazımdır. 3-ü 5-ə vururuq. 15, 1 çıxsaq, doğru cavabımız 14. C variantı. Deməli, verilən ədəd kök həddə 19,14 hansı iki arıcıl tam ədədin arasında yerləşir. Sözsüz ki, 19,14-ün özü 16 və 25 arasında yerləşir. Bu da demək ki, 4 və 5 olacaq. Doğru cavabımız B variantı. Diaqramda bir sinifin dərsdə iştirak edən və etməyən şagirdlərin sayı haqqında məlumat verilmişdir. Sinif siyahısından təsadüfən seçilmiş 2 şahiddən birinin dərsdə iştirak edən oğlan, digərinin dərsdə iştirak etməyən qız şahid olması hadisəsinin ehtimalını tapın deyir. Edəcəyimiz nədir? Burada diqqət edə bir şey ki, diaqramda bunu tamamlasaq, görüntü əslində bu şəkildədir və bizdən tələb etdiyi nədir? Təsadüfən seçilmiş 2 şahiddən birinin dərsdə iştirak edən oğlan. Dərsdə iştirak edən oğlan, deməli, sayı nə qədərdir? İştirak edənlər 15 nəfərdir. İştirak edən oğlan 15 nəfər. Digəri iştirak etməyən qız şagird. O da 2 nəfərdir. Qeyd eləyək. Bizdən istədiyi nədir? Hadisəsinin ehtimalı tapın. Ehtimalı taparkən nədir? Ümumi sayına baxsaq 15, 12, 2 və 1. Toplasaq 27, 30. Ümumi 30-dur. Bizim edəcəyimiz nədir? Deməli, kombinezon 15-dən 1 iştirak edən oğlan. Sonra iştirak etməyən qızlar 2-dən 1 vurub ümumi sayına bölür. Kombinezon 30-dan 2. Bunu sadələşdirdikdə sürət kombinezon 15-dən 1 15 alınır. 2-dən 1 2 alınır. Kombinezon 30-dan 2 bizə verəcək 30 faktoriyalı yuxarıda, aşağıda 30 çıx 2 faktorial, yəni 28 faktorial. 30 faktorialı 28 faktorial vur
29 30 yazsaq, yəni 29 30 yazaq, orada 28 faktoriallar ixtisar gedəcək. Bir də məxrəcdə 2 faktorial qalır ki, onu da yuxarıya yazsaq, bu şəkildə sadələşdirə bilərik. 15 ilə 2-nin hasili 30, cavab 29-da 2 D variantı. Vektorların skalar hasilini tapın. Uyğun koordinatların hasillərini yazmaq lazımdır. 4-ü -5-ə vuruq, -20 üzərinə əlavə edirik. -3-ü 2-yə vuruq, -6. Toplasaq doğru cavabımız -26 E variantı. Radiusu 3 olan kürənin həcmini tapın deyir. 3-də 4 pi r kub. Yəni 3-ün kubu 27. 3-ə bölsək 9, 4-ə vursaq 36 pi. Doğru cavabımız B variantı. 2 ədədin cəmi 137, fərqi 19 olarsa, ədədlərin böyüyünü tapın. A plus B 137, A minus B isə 19. Böyüyün soruşur, toplayıb 2-yə bölmək lazımdır. Toplasaq alınır 156. 2-yə bölsək doğru cavabımız 78. A variantı. Tənasibindən x-i tapın deyir. Edəcəyimiz nədir? X-i taparkən 3,1 vur x, yəni kənar və orta ədədlərin hasilini yazırıq. 9-da 7 vur 9,3. X-i taparkən 9-da 7-ni vuracam. 9,3 bölünsün 3,1. İxtisarımızı aparsaq 3 qalır. 3-lər 9 ilə ixtisar geçsə 3-də 7. E variantı. Bərabərsizliyini həll edin deyir. Bərabərsizliyi həll edə bilmək üçün əvvəlcə məxrəcləri sadələşdirək. 2, 5, 10-a orta məxrəc 10-dur. Bunu qeyd edək. Onu birinci məxrəcə vursaq 2 ilə ixtisar edir 5 qalır. Sürətə vursaq 10x kvadrat. Üzərinə əlavə edirik 5x. Sonra ikinci 5-ə vursaq 2 vur 3 6x. Onlar ixtisar geçsə 9 qalacaq. Olacaq 10x kvadrat minus x minus 9 böyükdür 0. Köklərini axtarsaq, köklərin tapılma qaydasını şahidlər üçün əvvəlki videolarda izah etmişəm. Qısaca bir də deyim. Onu vursaq -9 eləyəcək -90. Deməli, hasil -90 cəmi 1 olan ədədləri axtarırıq. Viet teoreminə əsasən olacaq. Deməli, -9 ilə 10. Sonra 10-a vurduğumuza görə tapdığımız kökləri 10-a bölək. Olacaq -0,9 bir də müsbət 1. Bərabərsizlik şəklində həll eləsək doğru cavabımız D variantı alınır. İntervallar üstündə yaza bilərsiniz, qrafik üstündə də yaza bilərsiniz. Qrafik daha sadə formada görsənər. -0,9 birdən keçər. Deməli, digər nöqtə. Bizə müsbət qiymətləri soruşduğuna görə yuxarıda qalan hissələrdə o da -sonsuzda -9, 1 müsbət sonsuzluq verir ki, doğru cavabımız D variantı olur. Deməli, ifadəsini sadələşdirin deyir. Nə etmək olar? 5-ci dərsin kök altında 10 üstü 2-ni 10 üstü 5-də 2 yazmaq olar. Sonra 3-cü dərsin kök altında 10 üstü 2-ni 10 üstü 3-də 2 yazmaq olar. Sonra 5-ci dərsin kök altında 10 üstü 3-ü 10 üstü 5-də 3, digərində 10 üstü 3-də 1 yazmaq olar. Burada edəcəyimiz nədir? Bu qüvvətləri loqaritmik ifadələrdə qarşıya çıxarmaq. Qarşıya çıxartdıqdan sonra loqaritma 10 əsasdan 10 qalır. Onlar sözsüz ki 1 olur. Və bizim ifadəmiz artıq sadələşdikdə 5-də 2, 3-də 2, 5-də 3 və 3-də 1 alınır. Bunları toplasaq 5-də 2 ilə 5-də 3-ün cəmi 1, 3-də 2 ilə 3-də 1-in cəmi 1 toplasaq doğru cavabımız 2-dir. Növbəti ifadəsinin qiymətini hesablayın deyir. 49-un kvadratla 29-un kvadratları fərqini bir dəfə çıxsaq alırıq 20, bir dəfə toplasaq alırıq 78. 46-ın kvadratla 26-ın kvadratları fərqi bir dəfə çıxsaq 20, bir dəfə toplasaq alınır 72. Məxrəcimiz 600. Bərabərdir. 20-ni orta vuruq çıxarsaq 78 ilə 72-ni toplasaq 150. 600 ilə ixtisarımızı aparsaq 150, 600, 4 qalır. 24-ə böldükdə cavab 5 edir. Yan səthinin sahəsi 72, hündürlüyü 6 olan düz prizmanın oturacağının perimetrini tapın.
Düz prizmanın oturacağının perimetri vasitəsilə sahəsini tapsaq, sahənin qiyməti pH-dır. Buradan hündürlüyün, daha doğrusu perimetrin qiymətini soruşur bizdən. Perimetrin qiyməti S böl H yazırıq. S-in qiyməti 72, H-in qiyməti 6 bölsək doğru cavabımız 12-dir. Sinus 231 dərəcə. Bu bizə sinus 270 minus 39 dərəcəni xatırladır. 270 dərəcədə sinus adını dəyişir, olur kosinus. Sinus 3-cü rübə düşdüyünə görə mənfi olur. 39 dərəcəni yazırıq. Sadələşdirdikdə nə alırıq? Yəni, bu mənfi kosinus 39 dərəcə ilə müsbət 39 kosinus 39 dərəcə islah olur 0. Yerdə qalır 10 sinus 30 dərəcə. Sinus 30 dərəcə 2-də 1. 10 vur 2-də 1 yazırıq. Tangents 45 isə 1-dir. Onu 2-də 1-ə vurduqda 5. 1 çıxsaq, doğru cavabımız 4 alınır. Tənliyindən 4 üstü x-in qiymətini tapın deyir. Edəcəyimiz nədir? Plus 1 ifadəsini ayırsaq, 3-də 2 vurulsun. 3-də 2 üstü x bərabər 6-da 1 üstü x. 3-də 2 üstü x-i 6-da 1 üstü x-a bölsək, olacaq 3-də 2 bölünsün 6-da 1, yəni vurulsun 1-də 6 üstü x. Üstdə 2-ni sağa keçsə 2-də 3 alınır. Bu ifadəni sadələşdirsək, 6-nı 2-yə vurub 3-ə bölsək 4 alınır. Üstü x bərabər 2-də 3. Bizdən elə 4 üstü x-i soruşurdu ki, bu da 2-də 3 və yaxud da 1,5 eləyir. Şagirdin riyaziyyat fənn olimpiyadasında cavablandırdığı 4 sualdan ilk 3-ünə görə topladığı balın ədəd ortası 8-dir. Deməli, ilk 3-ünün cəmini sayına bölsəm, cavab 8 olacaq. A-nın qiyməti 24. 4-nə görə balların ədəd ortası 7. 4-nə görə cəmi hesablasam, B, deməli 4-ə bölsəm, cavab 7 alınacaq. Buradan 4-ünün cəmi 28. Deyir, o 4-cü suala görə neçə bal toplamışdır? Sözsüz ki, 4-ünün cəmindən, yəni 28-dən 3-ünün cəminə çıxsam 24-ü, 4-cünün qiymətini taparam ki, bu da bizə 4-ü verir. Düzbucaqlı bucağın bir katetinin hipotenuzuna olan nisbəti 4 böl 5-dir. Yəni 4x, 5x. Sözsüz ki, Pifagora görə digərdə 3x olacaq. Növbəti perimetri 48. Bunların cəmi 48 olur. 12x bərabər 48, x-in qiyməti 4. Hipotenuzun qiyməti lazımdır. 5-i 4-ə vuruq, doğru cavabımız 20 edir. Kvadrat formasında iki bağça ətrafında perimetri boyunca çəkilmiş borular vasitəsilə sulanır perimetrlər. Bunu nəzərə saxlayaq. Bağçalarla su anbarı arasındakı məsafə hər biri üçün 4 metrdir. Bunları qeyd edir. Sonra, birinci bağçanın tərəfinin uzunluğu ikinci bağçanın tərəfindən 2 metr çox. İkincini x götürsək, birincini x plus 2 götürürük. Sonra nə deyir? Birincinin sahəsi ikincinin sahəsinin 2 metrindən 8 kvadrat metr azdır. Bu birincinin, bu ikincinin sahəsi. Yazsaq ki, S1 bərabər 2S2 çıx 8. Sulama üçün ən az nə qədər buradan istifadə olunur. Bu ifadəni sahə düsturlarına görə tapaq. Olacaq S1-in qiyməti x-in kvadratı plus 4x plus 4 bərabər 2 vur x-in kvadratı çıx 8. 2x kvadratdan x kvadrat çıxsa x kvadrat minus 4x minus 12 bərabər 0. Kökləri axtarsaq, biri mənfi 2, biri müsbət 6-dır. Sözsüz ki, mənfi qiyməti olmaz. X-in qiyməti 6. X-in qiyməti 6 olsa, tərəf 8, digərin tərəfi 6. Birincinin perimetri 8-i 4-ə vursaq 32. İkincinin perimetri 4-ə 6-ya vursaq 24. Deməli, nə edirik? 32, 24 toplayırıq. Bu bizə verir 56. Üzərinə 4, 4, 8 gəlir. 56 üzərinə 8 gəlsək, alınır 64. Doğru cavabımız 64 metr. Bir məktəbin bütün müəllim kollektini 4-də 1 Şuşaya, 5-də 4 Xankəndiyə, ikisi hər iki şəhərə səfər etdi. Qeyd edək.
Birincilər Şuşaya, ikincilər Xankəndiyə. Deməli, ümumini əslində bunu x ilə deyil, başqa bir kənd ola görsək, tutaq ki, bir Xankəndi yazaq, olsun. Deməli, ümumi sayı A götürsək, neçə müəllim var? Bunu A götürsək, deməli, hər ikisinə gedənlərin sayı 2-dir. Şuşaya gedənlər 4də 1 idi. 4də 1 A-dan çıxacam 2-ni. Digəri 5də 4 idi. 5də 4 A-dan 2-ni çıxacam. Və edəcəyim nədir? Tənliyi hal-hazırda yazıram. 4də 1 A minus 2. Üzərinə əlavə edirik 2. Üzərinə əlavə edirik 5də 4. A çıx 2 bərabər olacaq ümumi A-ya. Yəni, ümumi kollektivə. Burada sadələşdirmə aparsaq, bu 2-lər islah olur, 0 olur. 4də 1 A ilə 5də 4 A-nı. Sadələşdirmə məxrəcləri 4 ilə 5-in əkobu 20. 4-ə bölsək 5A qalır. 22-yə vursaq 40 eləyir. 20-ni 5-də 4-ə vursaq, deməli 16. Alınır 16. Sonra 16A bərabərdir 20A-ya. Sonra edəcəyimiz nədir? 5 ilə 16-nı toplasaq 21, 20 A-nı sısaq A qalır. 40 da sağa keçsək, doğru cavabımız elə 40 alınır. ABCD trapesiyasında AB 6-ya bərabərdir. CD 8-ə bərabərdir. CE parçası romb və düzbucaqlı üçbucaq ayırır. Deməli, bu 90 dərəcədir. CE də elə 6-ya bərabərdir. AE də 6-ya bərabər. BC də 6-ya bərabər. Deməli, D-nin uzunluğu isə düzbucaqlı üçbucaq Pifagor şərtinə görə 10-a bərabərdir. Perimetrini istəyir. Perimetrini taparkən 3-ü 6-ya vururuq. 18. 10 ilə 8-in cəmi, o da 18. Toplasaq 36 edir. Turistlər gəzinti zamanı motorlu qayıqla iki məntəqə arasında məsafəni çayın axını istiqamətində gedib, axının əksi istiqamətində qayıtmağa ümumilikdə 4 saat vaxt sərf elədilər. Qayığın öz sürəti 6, çayın sürəti 3 olarsa, məntəqə arasındakı məsafəni tapın. S ilə qeyd edək. Deməli, T1 ilə T2-nin cəmi bizə 4 verir. Sonra, deməli, əlavə edərək nə yazırıq? Çayın axını istiqamətində getdiyinə görə toplanır. Olur 9 vur T1. Məsafə eyni məsafə olduğuna görə ikincidə çıxılacaq olacaq 3T2. Buradan edəcəyimiz nədir? Hər tərəf 3-ə bölsək, T2-nin qiyməti olacaq 3T1. Gətirib birinci ifadə yerinə yazsaq, olacaq 4T1 bərabər 4T1-in qiyməti olacaq 1. Sahəni tapsaq 9T1 idi. 9-u vururuq 1-ə. Doğru cavabımız elə 9 edir. Funksiyalar qrafikləri koordinat başlanğıca nəzərən simmetrik olarsa, AB, CD-nin qiymətini tapın. Birinci ifadənin artıq təpə nöqtələri məlumdur. -4, 3. C-nin qiymətini axtarsaq, buradan bu funksiyanı sadələşdirik. Olacaq 4də 1 x-in kvadratı. Üzərinə gəl 8x olmalıdır. 4də 1-ə vursaq 2x. Üzərinə gəl 4-ün kvadratı 16. 4də 1-ə vursaq 4. Üzərinə 3 gəlsə 7 eləyir. Deməli, C-nin qiyməti 7-dir. Sonra deyir ki, koordinat başlanğıca nəzərən simmetrik. Deməli, olacaq -gx bərabərdir. 4də 1 vurulsun -x plus 4-ün kvadratı plus 3. Sadələşdirsək, olacaq 4 minus -x plus 4 kvadratı bizə verir 4 minus x-in kvadratı. Bu da elə x minus 4-ün kvadratına bərabərdir. Üstə gəl 3. Hər tərəfi mənfiyə bölsək, olacaq -4də 1 x-in kvadratı, x minus 4-ün kvadratı minus 3. Deməli, bu ifadənin təpə nöqtələri artıq olacaq 4, bir də -3. Yəni, bu nöqtənin koordinatı olacaq 4, digər olacaq -3. Açılışını yazıb sadələşdirək. Digər D nöqtəsinin koordinatını tapaq.
olacaq mənfi 4də 1 vurulsun x kvadrat. Sonra x minus 4-ün deməli 2AB hissəsinə görə x vur 4 8x olacaq, minus 8x. Mənfi vursaq üstə gəlirik. Deməli 2x minus 4-ün kvadratı 16, 16-ın 4də 1-ə vursaq mənfi 4də 1-ə mənfi 4, 3 çıxsaq mənfi 7. Deməli aşağıdakı D-nin də koordinatı mənfi 7 olur. Bizdən istədiyi nədir? Bizdən istədiyi AB plus CD-nin məsafəsini tapmaq. Gəlin belə bir düzbucaqlı üçbucaq yaradaq burada. Yaratdıqda nə alırıq? Buranı bir M nöqtəsi götürək. A-dan M-ə qədər olan məsafə mənfi 4, müsbət 4 eləyəcək 8. M-dən B-yə qədər məsafə müsbət 3 ilə mənfi 3-ün cəmi 6. Deməli biz düzbucaqlı üçbucaqda yuxarı 8, sağı 6, hipotenuzun qiymətini tapsaq 10-a bərabərdir. Yəni AB məsafəsi 10-dur. Bunu qeyd eləyək. Üzərinə əlavə edirik. CD məsafəsi isə müsbət 7-dən mənfi 7-yə qədər olan məsafədir. Burada modulların cəmini də tapa bilərsiniz. Çıxıb modulunu da tapa bilərsiniz. Fərqi yoxdur. Doğru cavab 14 eləyəcək. 10 ilə 14-ün cəmini tapsaq, doğru cavabımız 24 alınır. Hər birinizə uğurlar deyirik. İnşallah növbəti imtahanlara aid sualların izahlarında görüşənə qədər.